Mesele burasındadır ki Putin'in Ukrayna'dan kısas almasıyla bağlı çok fikirler var ve bununla bağlı hadsiz derecede ihtimallar, şerhler, açıklamalar var. Aslında ne baş verdiğini bilmek için bazı faktlara nazar salmakta fayda var. Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın 5 aerodromlu hücumundan sonra, bu misilsiz bir əməliyyatıdır. Bundan sonra Rusiya Ukraynaya hava hücumu vasitələrinin sayını dəfələrlə artırıb və əsasən də Ukraynanın qərb vilayətinə hücumlar artırır. Məsələn, iyunun 6'sında başlanmış bu intensiv hücumları Lutsk ve Ternopol şehirleri hedef götürülmüşse, bu gece baş vermiş hücumlarda Kiev, Odessa ve diğer şehirler hedefe aldı. Ve aynı zamanda Rovensk vilayetine misli görünmemiş bu gece bir drone ve raket hücumu olup. Rusya her şey olduğu gibi bu hücumlarda İran'dan alınmış Şahid 3 kamikaze dronlarından istifade edir. Bunlar Tataristan'daki Yelabuga şehrinde tersine mühendislik vasıtasıyla istihsal olunur ve Geran 2 adlanır. Aynı zamanda regionlara hücumlarla bağlı Dubno şehri de artık hedef alınır. Burada havalimanı da var ve mesele burasındadır ki Rusya Ukrayna artık rekord sayıda drone ve raket yöneltmeye başlayıb. Belə ki, iyunun 9'unda Rusiyadan Ukraynaya 499 drone ve raket bırakılıb. Ukrayna hava hücumundan müdafiə sistemi bu raketlerin cəmsi 479'unu sıradan çıxarabilib. Ve maraqlı olan budur ki, Rusiya yeniden Ukraynanı Kinjal aeroballistik raketleriyle vurmaya başlayıb. Niye məhz qərb regionları? Rusya gözəl başa düşür ki, Ukraynanın əsas hərbi potensialı, əsas hərbi ambarları, sursat ambarları, texnoloji istehsal müəssisələri hamısı bu dəqiqə Ukraynanın qərbindədir. Təbii ki, Ukrayna heç bir halda belə müəssisələrin ambarları Kharkiv və Dnepropetrovsk vilayətlərində yerləşdirməyəcək. Məhz buna görə də qisas əməliyyatından danışırıqsa, növbədə Krapivnitskaya, Ternopol, Xmelnitski, Ivano-Frankovsk vilayətləri var. Və bu vilayətlərin vurulacağı qətiyyən şübhə doğurmur. Ve aynı zamanda bütün bunlar Rusya'nın kısasıdırmı? Çünkü iyunun 1'inde Ukrayna'nın həyata keçirdiği Hörümçək toru əməliyyatı nəticəsində Ukrayna tərəfi deyir 41 təyyarə vurmuşuq, sıradan çıxartmışıq. Rusya bildirəcəyini 2 təyyarə, ama real rəqəm hardasa 15-17 təyyarə arasındadır. Rusya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trump'la söhbətdə bildirmişti ki, Rusya aerodromlarına hücuma mütləq şəkildə cavab vermək məcburiyyətindədir. Və bu cevap hala başa çatmayıb. Kısas başa çatmayıb. Rusya'nın daha bir hedefi Ukrayna'nın energetik infrastrukturudur. Rusya çalışır ki Ukrayna energetik infrastrukturunu tamamıyla sıradan çıkarsın ki Ukrayna'nın hərbi sanayi kompleksi xüsusilə də drone ve raket istehsalını məşğul olan müəssisələr ümumiyyətlə çalışmasınlar. Rusya bu kısas əməliyyatı həcmində və miqyasında taktiki nüvə silahından istifade etmesiyle bağlı deyilənlər hamısı çox bəsit və primitiv açıqlamalardır. Mən qətiyyən düşünmürəm ki, Rusya taktiki nüvə silahından istifade edəcək. Bu mümkün de değil. Ama Rusya yadınızdadırsa ötən dəfə Kursk vilayətinin qisasını dırnaq arası alanda Ukraynaya çox dağıdıcı zərbələr endirmişdi. Ve o vaxt Rusya segmentinde buna sevinmişler. Düşünürəm ki, bu günlərdə, bu həftədə, yaxın günlərdə, yaxın 2-3 gün ərzində Rusya'da Vladimir Putin Rusya Təhlükəsizlik Şurasının böyük toplantısını keçirəcək. Toplantının gündəliyi hələ məlum değil, lakin indidən demək olar ki, orada Rusya'nın qisas əməliyyatının bəzi nüansları müzakirə ediləcək.